Fransa dərsinə. Kim xəritə gətirir? Bu yatdı. Sən coğrafiyaya gedirsən, xəritə gətirmiş olarsan. Kimdə var xəritə? Biz xəritəni Mən çox xəritə təşəkkür çöməklədim, mənim asmışam divara qalıb qafa, gözümdə vardı, baxıram bir şey başa. Açın topluluğu. Şimdi hamı peyif atırlar. Bunu alın da, siz Allah'ı. Qardaş var. Ya topluluğu zakaz edin ya. Səhifə mən ediyorum. Necə bir sıx para qəmiyir. Səhifə et sən. Səhifə tunarsan ver bunlara. Bir şey sayfaya Burada ver. qardaş var. Yani Fransa dərsi, Fransa xəritəsinə baxın. Sizə Evet, evet. Fransa xəritədə yeri göstərməlidir. Səhifə 254 açın. Ayaq durub. Yok 224 yok 221. Testi de az değil. Ha? Testi de az. Səhifə 221, 22-ci test. Dinleyin uşaqlar. Bax, 22-ci testi görürsünüz. En yukarıda şans. Bax, uşaqlar. Bax, bu bir İngiltərədir. Bax, bunun hamısı Avropadır. Bax, ben göstərdiyim yerə baxın. Bunun hamısı Avropadır uşaqlar. Avropa qitəsi. Düzdür? Sağ tərəflər Asiya qitəsi olacaq, sol tərəflər Avropa qitəsi. Avropa qitəsində İngiltərəyə baxın, bir İngiltərədir. İngiltərə necə fərqləndirəcəyiz? Əslində çox rahatdır. Düz yuxarıdadır, ada ölkəsidir. Elə bir Krupdan ayrıdır. Elə bil ki, başa düşdünüz, yuxarıdadır. Naxçıvan elə bir. Hə, ada ölkəsidir. Elə bil ki, görsünüz, qıraqdadır. Birbaşa quru yolla təması yoxdur Avropaya. Bax, bu İngiltərə, düz aşağısında iki dənizi keçəndən sonra ama, Fransa. Mənim bu ətrafında uçan falan yoxdur. Bu çukur da qalıb axı. Hansıdır? Bu boz yer okyandır da. O içən mən yemirəm o qapalı sahədir. Yox, bu göy rəngdə olmalıdır. Bizim toplumları keyfiyyətsiz şəkildə çıxarıblar. Yəqin ki, dövlət imtahan mərkəzi də, bilməm, yəqin büdcəyə qənaət ediblər, nə ediblər? Hə, göy rəngdə olmalıdır, rəngsiz çıxarıblar. Rəngsiz çıxarıblar. Göy rəngdə boz yer olanlar, dənizdir də. Dəniz yəni okyandır. Mən bilirəm bu sahədir. Atlantik okyanı. Mən çox torpağı. Deməli, bir haradır? Görürsünüz, hər tərəfi su ilə əhatələnib. İngiltərə, Böyük Britaniya deyəcək, gələcəkdir. Aşağısı 2 Fransa. Fransanı tapdınız. Belə yadda saxlayırsınız. Solu İspanya, sağı Almanya. İfa. Solu İspanya, düzdür. Solu İspanya, sağı Almanya. İfa. İspanya, bax bura. Burada indi rəqəm verməyirlər. Fransa Almanya. Fransa 2, sağ tərəfi Almanya. Avropanın xəritəsi öyrənir. İngiltərə lap yuxarı, ada ölkəsi. Almanya nə oldu indi? Fransanın düz sağı. Düzdür, biz hələ ki sadəcə bu Fransanın yerini öyrənirik. Amma indi zamanla Almanya keçəcəyik, İngiltərə keçəcəyik, hamısı bizə lazım olacaqdır. Yəni bunları xəritədə az-az öyrənir, hər gün biraz baxdıqca öyrənir. Bax, İngiltərə düz yuxarıda ada ölkəsidir, aşağısında dənizin otayında, Fransada. Fransa solunda İspanya, sağında Almanya. Xəritədə baxın, görəcəksiniz. 4 dönə ölkəni öyrətdim sizə. Deməli, Almanya bilirəm. Fransa tarixinin orta əsrlər dövrünü öyrənirik. Fransanın 11-15-ci əsrlər tarixini öyrənirik uşaqlar. Hə. Deməli, uşaqlar 11-15-ci əsrlər Fransa tarixini öyrənirik. Rahat bəs. Fransa bu dövr, Fransa krallığı nə vaxt yaranıb? Fransa dövləti. O Frank dövlətindən. Fransa verdim qaldı 843-də. Fransa Almanya itaat. Yadınıza gəlirsə hələ Frank imperiyası var idi. O Fransadır. Frankın davamçısıdır. Ha. Frank imperiyası keçmişdi biz xeyli əvvəl və demişdik ki, Frank Avropada böyük bir imperiyaydı. Frank imperiyasının parçalanmasından sonra 3 dənə dövlət yaranmışdı. İtaliya, Fransa, Almanya. Almanya'da olacaq Rusya yəni. Bəli. Ümumi tarix. Ha, İtaliyada. Və Fransa dövləti və yəni Fransa krallığı deyiblər. 9-cu əsrdən bəri var, 843-cü ildən bəri Fransa dövləti var idi. Başa düşdünüz? Frankın dağılmasından sonra. Biz Fransanın 11-15-ci əsrlər tarixini öyrənirik. 11-15-ci əsrdə Fransa yenə bir krallıq kimi mövcudluğunu davam elətdirirdi. Amma Fransada uşaqlar feodal dağınıqlığı mövcuduydu. Biz buna deyirik feodal dağınıqlığı, bəzən də deyirik feodal pərakəndəliyi. Nə demək ki feodal dağınıqlığı uşaqlar?
Yəni vahid dövlətin olmaması. O deməkdir ki, Feodal dağınıqlığı olur da. Ben feodalların kaçması tabi olmamasını istedim yani dağılmalı da. Onsuz da feodal dağınıqlığı varsa, feodallar onsuz da mərkəzi hakimiyyət Parayla dağılır. algılamıştım. Ben şöyle dedim feodallar dağılmış. Feodal dağınıqlığı əslində budur, mərkəzi vahid dövlətin olmaması. Məsələn, Fransanın vilayətləri var, 30 dənə vilayəti var. Bizdə də buna bənzər dövrlər olub. Şirvanşahlar bir tərəfdə idi, Sacilər bir tərəfdə idi, Salarilər bir tərəfdə idi. Rəbbadilər, Şəddadilər görürsünüz, hərə bir tərəfdə özünə dövlət yaratmışdı. Azərbaycan tarixində. Bu da Fransada buna bənzər şeydir. Uşaqlar, Fransanın Lyon şəhərində, tutaq ki, Marsey şəhərində, Parisin özündə hər birində ayrı dövlətlər var. Amma hamısı Fransalıdırlar. Hələ özündə ayrı dövlətlər yarandı. çok dini de var olar. İndi bir dənə Fransa dövləti var, hiç yox. Amma o dövrdə hər bir şəhər özü ayrı bir dövlət idi. Həzən namlar kimi. Hə, lisey onlar kimi. Bu feodal dağınıqlığı adlandırılır. Başa düşdünüz? İndi Fransanın nəyə ehtiyac var? Fransa birləşdirməyə ehtiyac var da. Bütün Fransanın birləşdirməsi bir hökmdarın hakimiyyəti altında ki, Fransa güclü dövlət olsun. Fransanın birləşdirməsi prosesinə başlanıb. Əslində, 11-12-ci əsrlərdən etibarən artıq Fransada bu proses gedirdi yavaş-yavaş. Güclü krallar digər şəhərlərdəki zəif kralları tabe edirdi, özünə tabe edirdi. Və Fransanı yavaş-yavaş birləşdirməyə başlayırlar. Və bu birləşdirmə siyasətin gedişində əsas bir hökmdar var. 4-cü Gözəl Filip. Gözəl. Biz Fransa tarixini əsasən başlayırıq bundan öyrənməyə. 4-cü Gözəl Filipin dövründən başlayıraq. Uşaqlar, bu kraldır, yəni kraliça deyil, kişidir, qadın deyil. Hə. Yəqin soyadı gözəl oldu yəni. Gözü gözəl Bu oldu. əslində sizə deyim, Avropa mənbələrində mən əksəriyyətində bu Britaniya Akademiyası var, orada elə sadəcə 4-cü Filip kimi qeyd olunmuşdu. Gözəli bilmirəm, bəlkə ola bilən hansısa mənbələrdən götürmüşdür, Rus mənbələrindən falan mənbələr götürdülər. Onlar o ləqəblə adlandırıblar. Susun bir de. Deməli, 4-cü Gözəl Filipin hakimiyyət dövründə 1285-1314-cü illər hakimiyyət dövrünü öyrənirsiniz ha. Çox əhəmiyyətli bir hökmdardır, uşaqlar. 4-cü Gözəl Filipin dövründən başlayaraq Fransanın birləşdirilməsinə başladı. Fransanın birləşməsi. Fransanın birləşdirilməsi prosesi həyata keçirməyə başlanıb. 4-cü Gözəl Filipin dövründən etibarən, 4-cü Gözəl Filip düzdür, bu proses əvvəldən gedirdi. Amma 4-cü Gözəl Filipin dövründə bu proses sürətlənir. 4-cü Gözəl Filip güclü kraldır, uşaqlar. Qüdrətli bir Fransa kralı kimi yadda qalmışdı. Və düzündə var ki, onun dövründə ki, bu dövründə möhkəm hakimiyyət formalaşdırılmışdı. Güclü kral hakimiyyəti formalaşdırılmışdı. Ona görə biz 4-cü Gözəl Filipin dövrünü mütləq öyrənirik. Nəyə oxşayır? Mona Lisa yaxşı eləməli. Deməli, Allah deməli, belə şəkil 4-cü Gözəl Filipin dövründə bir məsələ var. Çox vacib bir məsələ var. Papa ilə münaqişə. Roma papası ilə münaqişə yaşayıb uşaqlar. Kim? 4-cü Gözəl Filip. Filip desem olmaz. Bir tek güzel demek. Hə, Filipdir. 4-cü Filip. Roma papasından münaqişə yaşamışdı. Yadınıza gəlib demişdik, Roma papası nüfuzu sarsılmışdı, nə vaxt? Səhər işdən sonra. Səlib yürüyüşlərindən sonra Avropada Roma papası nüfuzu sarsılmışdı da, gücü aşağı düşmüşdü. Səlib yürüyüşlərindən sonra Filip istəyirdi ki, Roma papası hansı kilsənin rəhbəri idi? Katolik kilsəsinin. Filip istəyirdi ki, tamamilə papanı qovalasın da Fransadan. Tamamilə papanın hakimiyyətindən son qoysun. İnokenti də onu istəyir. Mərkəzi olsun. Mərkəzi olsun. Amma bu istəyirdi ki, papanı tamamilə Fransadan göndərsin ya da ki, ən azından papanı dövlətə tabe eləsin. Və bilirsiniz ki, Roma papası həmişə varlı olubdur. Katolik kilsəsinin başçısıdır da Roma papası. Və Roma papasının ixtiyarında çoxlu torpaqlar olub. Katolik kilsəsinə məxsus torpaqlar olub. Düzdür? 4-cü Gözəl Filip, 4-cü Gözəl Filip papanın ixtiyarında olan torpaqlara vergi qoyur. Katolik kilsəsinin ixtiyarında olan torpaqlara vergi qoyur uşaqlar. 4-cü Filip və haqlıqla Roma papasına deyir ki, başqaları necə vergi verir, sən də elə vergi verməlisən. Başa düşdünüz? Başqaları necə vergi verirsə, sən də elə vergi verməlisən. Halbuki sən də. Bu da ki... Atam.
Kalkaya döyüşünə bax. Hansı? Kalkaya döyüşü. Nə? Kalkaya döyüşü. Poitiers. Kalkaya. Poitiers. Kalkaya. What? 700 Tələsmə, şey doğru gəlirik, tələsmə. Bu da Filip Papanın torpaqlarına vergi qoyur. Deyir ki, cəmaət necə vergi verir, sən də torpaqlarının istifadəsinə görə vergi verməlisən. Bu da Papa ilə Filip arasındakı münasibətlərin pisləşməsi səbəb olur, gərginləşməsi səbəb olur. Və buna görə də Papa da bilirsiniz də nüfuzu azalmışdır biraz, xaçlı yürüyüşlərindən sonra. Amma nə qədər Papanın gücü itsə də, nüfuzu azalsa da, yəni yenə də bu Roma papasıdır da, yenə də güclü biridir Roma papası, başa düşürüz? Yenə də Roma papasının gücü var, pulu var, özünün ordusu var. Buna görə də Roma papasına mübarizə Filip üçün böyük bir çətinlik yaradırdı. Və 1302-ci ildə Filip baş ştatları çağırır. Baş ştatların çağırılması. Fransada baş ştatların çağırılması baş tutur. 1302-ci ildə uşaqlar. Baş ştatlar bilirsiniz nədir? Elə bir bizdə bugün Milli Məclis var da, qanunverici orqandır da, düzdür? Müəyyən məsələləri müzakirə edir, müəyyən məsələlər barədə qərar qəbul edir. Məsələn, Ruslar buna Dövlət Duması deyirlər. Fransalılar da buna baş ştatlar deyirlər. Fransalılar buna baş ştatlar deyirlər. 1302-ci ildə Filip baş ştatları çağırır Fransada. Yaxşı uşaqlar, baş ştatları çağırılır 1302-ci ildə. Filip baş ştatlar çağırılır və baş ştatların çağırılmasına məqsəd verdi Papaya qarşı dəstək qazanmaq. Dinləyin də buranı. Papaya qarşı dəstək qazanmaq ki, Roma papasına qarşı tək başına mübarizə aparmasın. Baş ştatlar da ona kömək eləsin. Çünki Roma papasına qarşı tək başına mübarizə aparmaq biraz risklidir. Baş ştatlar kimdir? Xalqın içindən seçilmiş deputatlardır. Onlar gəlirlər, otururlar parlamentdə, baş ştatlar deyirlər də ona. Parlament sözü ingiliscədəndir. 4-cü gözəl Filipdə Papaya deyir ki, bax, sənin əleyhinə olan təkcə mən deyiləm, baş ştatlar da sənin əleyhinədir, deputatlarımız da sənin əleyhinədir. Hamı Katolik kilsəsinə vergi qoyulmasını istəyir və bu mübarizədən Filip qalib ayrılıb, uşaqlar. Bu mübarizədən Filip qalib ayrılıb və kilsə torpaqlarına vergi alınmasına başlandı. Bu məsələdən sonra necə digər şəxslər, feodallar, kəndlər vergi verirlər, Roma papası da dövlətə vergi eləməyə başlayır. Filipin çox ciddi uğuru idi. Roma papasına mübarizədə qalib gəlmək. Üstündən bir müddət keçir, İngiltərə tarixində çox əhəmiyyətli bir hadisə var. 100 illik müharibə. Fransa tarixində 100 illik müharibə var. 1337-1453-cü illər. Deməli, Fransa tarixində 100 illik müharibə 1337-1453-cü illərdir. Konstantinopol tutulmasına qədər. Ha? Konstantinopol tutulmasına qədər. O da 1400. Deməli, bu müharibə Fransa ilə İngiltərə arasında olacaq. Bax, bu dərsdə ən çox düşən yerlər budur. Əsas yer budur. Fransa ilə İngiltərə arasında 100 illik müharibə. İkisi də Avropanın ən güclü dövlətləridir. Fransada, İngiltərədə. İkisi də Avropanın ən güclü dövlətləridir və bu iki dövlət arasında mübarizə başlayır. Avropada hegemonluq uğrunda. Müharibə başlamasının bir çox səbəbləri var idi. Birinci səbəbi nədir? Flandriya uğrunda mübarizə. Flandriya, belə bir ərazi var. Flandriya. Uşaqlar, bu Flandriya əslində Fransa ərazisidir. Çox zəngin bir ərazidir. Bu daş kömür hövzələri ilə zəngindir əsasda. Və İngiltərə istəyirdi ki, Flandriyanı qoparsın, alsın Fransadan. Fransada itirmək istəmirdi Flandriya ərazisini. Bu ərazi uğrunda iki dövlət arasında mübarizə gedirdi. 100 illik müharibə başlayacaq. 116 il davam edir əslində bu müharibə. Amma biz buna yerdə 100 illik müharibə dedik. İkinci məsələ, İngiltərə çoxdandır ki, Fransanın şimalını işğal eləmişdi. Yəni, Fransanın şimal torpaqları çoxdandır ki, İngiltərə işğal altında idi. Uzun müddət idi ki. Başa düşdünüz? İndi İngiltərə istəyirdi ki, bütün Fransanı işğal eləsin. Fransa tamamilə işğal eləsin bu dəfə. İkinci məsələ dediyim nədir? İngiltərənin Fransanı tamamilə işğal eləmək istəyidir. Üçüncü məsələ nədir? Üçüncü məsələ o idi ki, İngiltərə kralı istəyirdi Fransa taxtacına sahib olsun. Həm də Fransa kralı olsun. Bax, bu səbəblərdən 100 illik müharibə başlayır iki dövlət arasında. Avropanın iki dənə böyük dövlətidir, İngiltərə ilə Fransa.
Amma İngiltərə daha güclü dövlət idi normalda. Və müharibənin ilk dövrlərində uşaqlar İngiltərə çox açıq bir şəkildə irəlidədir. Müharibənin ilk dövrlərində İngiltərə çox açıq bir şəkildə İngiltərə üstünlüyü var idi. Müharibənin ilk dövrlərində Fransa üzərində ciddi bir üstünlüyü var idi. Bu səbəblərdən biri nə idi uşaqlar? İngiltərə vahid dövlətin olması. İngiltərə Fransadan xeyli irəlidə idi. İngiltərədə vahid dövlət var idi. Vahid kral hakimiyyəti var idi. Güclü bir kral hakimiyyəti var idi. Vahid bir komandanlıq var idi. Amma Fransada feodal dağınıqlığı var idi. Feodal dağınıqlığı varsa bilirsiniz ki, güclü dövlət ola bilməz. Dövlət zəif olacaq. Feodal dağınıqlığı olan yerdə güclü dövlət heç vaxt ola bilməz. Siyah yağlama olanda nə olurdu tam olaraq? Vergi artırılması deməkdir. Hə, ona görə də İngiltərə müharibənin ilk dövrlərində Fransadan xeyli üstündür, döyüşlərdə də İngiltərə qalib gəldi. Məsələn, 1346-cı il Crecy döyüşü baş verir. Crecy döyüşündə İngiltərə qalib gəlir. İkinci Fatih'dir. 1346-cı ildə Crecy döyüşündə İngiltərə qalib gəlir. Fransız qüvvələri məğlubiyyət olardır. Yəni ilk döyüşdə ingilislər ötür. Üstündən 10 il keçəndə neçə eləyir? 1356. 1356-cı ildə ikinci Fatih döyüşü baş verir. Buna da İngiltərə qalib gəlir uşaqlar. Deməli gördünüz, həm Crecy döyüşü, həm Fatih döyüşündə İngiltərə Fransız qüvvələrini məğlubiyyətə uğratmışdı. Yəni ilk döyüşlərdə ingilislər fransızları açıq şəkildə üstələyirdi. Burada səbəbləri aydındır. Çünki Fransada feodal dağınıqlığı var idi, vahid dövlət yox idi, vahid ordu yox idi. Ona görə Fransa çox geridə idi İngiltərə ilə mübarizədə. Mübarizənin gedişində 1360-cı ildə bir müvəqqəti sülh müqaviləsi bağlanır. 1360-cı ildə müharibənin gedişində müvəqqəti sülh müqaviləsi bağlanır. Bunu Fransa təklif edir. Bu müqavilə Fransa təklifi ilə bağlanır. Niyə? Fransa deyir ki, biraz sülh bağlayın, biraz vaxt qazanın da İngiltərə ilə mübarizədə. Vaxt qazanın, biraz islahat keçirin, gedin dövləti gücləndirin, təzdən gəlib müharibə apararlar. Yəni Fransa kralı əslində burada ağıllı davranırdı. Bu müvəqqəti sülh müqaviləsini bağlamaqla 1360-cı ildə. İstəyirdi ki, biraz vaxt qazansın Fransa ilə mübarizəyə gedişən İngiltərə kralı. Vaxt qazanın, təzdən gəlib müharibəni davam etdirərəm. Yenidən gəlib mübarizəni davam etdirərəm. Vahid bir komandanlıq. İngiltərə hansı əraziləri işğal edəmişdirsə, 1360-cı il sülh müqaviləsində tutduğu ərazilərdə İngiltərədə qalır. Amma bir müddət sonra müharibə yenidən davam edir. Yenə ingilislərin üstünlüyü ilə davam edir müharibə. Deməli, 1415-ci ildə Azincourt döyüşü baş verir. Yenə İngiltərə qalib gəlir. Bir müddət sonra hərbi əməliyyatlar yenidən aktivləşir. Azincourt döyüşündə yenə ingilislər qalib gəlir. Fikir verin, hələ ki ingilislər bütün döyüşlər udublar və ingilislər hər dəfə qalib gəldikcə Fransanı az-az işğal eləməkdə onu gedirlər. Hər dəfə qalib gəldikcə. Və gəlir 1429 Orlean döyüşü. Ən vacib döyüş budur. Orleanın mühasirəsi. Orlean Fransanın cənub əraziləridir, uşaqlar. Jeanne d'Arc. Və ingilislər Orleanla tutub bütün Fransanı işğal etmək istəyirlər. Yəni Orleanla tutulsa müharibə bitdi və Fransa tamamilə İngiltərə tərəfindən işğal olunacaq. Orlean tutulmasından. Axırıncı həlledici döyüş Orleanla baş tutacaq. Orlean mühasirəyə alınır, İngiltərə müharibədə udmaq üzrədir. Bu dövrə qədər də fikir verir, bütün döyüşləri İngiltərə udur. İngiltərə müharibədə udmaq üzrədir və bir müddət sonra İngiltərə son zərbəni vuracaq, düşünür ki, və Fransanı müharibədən çıxaracaq. Yəni elə bir situasiya yaranmışdı ki, Orlean qalası mühasirəsi zamanı. Hətta ingilislər özləri belə qalib gələcəklərinə inanmırdılar. İngilis əskərləri İngiltərə, Fransızlar özləri belə qalib gələcəyinə inanmırdı. Fransız xalqı belə qalib gələcəyinə inanmırdı. Hamı düşünürdü ki, bu müharibəni İngiltərə olacaq. Amma birdən-birə Jeanne d'Arc ortaya çıxar Fransada. Ona görə Fransa qalib gəlir. İlk dəfə ki, Fransızlar Orleanda qələbə qazanacaqlar. 1429-cu ildə Jeanne d'Arc'ın başçılığı ilə. Uzun dərs. Jeanne d'Arc. Bu Jeanne d'Arc 17-18 yaşlarında bir qızdır. Yığıb öz dəstəsinin başına azadlıq hərəkatına başlayır. Yığıb öz dəstəsinin başına azadlıq hərəkatına başlayır. Əslində bu kralın əleyhinə idi və bu çünki yeni bir taktika tərəfdarı idi.
Partizan savaşı tərəfdarıdır. Partizan savaşı uşaqlar. Janna d'Arc partizan müharibəsini dəstəkləyirdi. Ne deməkdir partizan müharibəsi? Janna d'Arc hökuməti tənqid edirdi, Fransa kralı tənqid edirdi ki, siz doğru yolla mübarizə aparmırsınız. Mübarizə aparmaq üçün nə etməlisiniz siz? Partizan savaşına keçməlisiniz. Çünki Janna d'Arc ağıllıydı. Fransa tarixində ilk dəfə partizan savaşı Janna d'Arc'la başlayacaq. Deyir ki, İngiliz ordusuna qarşı mübarizə aparılmaq üçün. Çünki İngiltərə vahid dövlətli, vahid ordusu var. Siz təkbirlikdə İngilisləri heç vaxt məğlub edə bilməyəcəksiniz döyüşdə. Çünki İngiltərə illərdir silahı var, texnikası var, varlı ölkədir. Deyir, amma bir yolu var. Deyir, İngilislər bizim qədər Fransanın meşələrini tanıya bilməzlər. Fransanın cəngəlliklərini bizim qədər tanıya bilməzlər. Biz nə qədər yaxşı döyüşsələr də, silah baxımından nə qədər üstün olsalar da bizdən, İngiltərəlilər, Fransa özünü bizim qədər yaxşı tanıya bilməzlər. Ağıllıydı, Janna d'Arc haqlıydı. Və ona görə də Janna d'Arc təklif edir ki, gəlin partizan savaşına keçək. Gedək, məsələn, gedirlər gecələr öz dəstəsinə birlikdə gizlənir, hücum edib İngilis, məsələn, yüksək rütbəli deyək də, polkovnik, generallar, bir-iki dənəsini öldürür, sonra qaçırlar təzədən meşəyə gizlənməyə. Yəni, fikir verin, nə edirlər? Hissə isə İngiliz ordusunu daxildən parçalamağa çalışırlar. Və partizan savaşı ilk dəfə öz bəhrəsini verir. Fransızlar ilk dəfə Orlean ətrafında qələbə qazanırlar. 1429-cu ildə Fransızlar qələbə qazanırlar, İngilislər buradan qovurlar. Bu Fransızların ilk qələbəsi olur Janna d'Arc'ın başçılığı ilə. Janna d'Arc bir qəhrəmanı çevrilir Fransada. Xalq tərəfindən çox sevilməyə başlanır ki, bəli, Janna d'Arc'a qədər biz bütün döyüşləri ancaq məğlub olurduq, heç bir uğurumuz yox idi, nailiyyətimiz yox idi. Janna d'Arc'dan sonra ardınca qələbələr qazanmağa başladıq. Başa düşdünüz? Janna d'Arc'dan sonra biz ardınca qələbələr qazanmağa başladıq. 1430-cu ildə Janna d'Arc İngilislərə satılır, daxildə satqınlıq halı baş verir. Janna d'Arc tonqalda yandırılaraq edam olunur. İndi bəzi başqa versiyalar da var, amma dəqiq olmaz, odur ki, öldürülür. Janna d'Arc tonqalda yandırılaraq edam olunur İngilislər tərəfindən. Janna d'Arc'ın satılmasında iştirak edən şəxslərdən biri o da Roma papası idi. Xəyanət edib. Roma papası niyə? Janna d'Arc əslində kilsə təliminin əleyhinə çıxmışdı. Bilirsiniz niyə? Çünki Roma papası, kilsə, katolik kilsəsinin təlimləri nə deyildi? Deyirdi ki, qadınlar heç vaxt kişiləri üstələyə bilməzdir. Kişiləri əsas varlıq kimi, cəmiyyətdə əsas qüvvət kimi, qadınları ikinci dərəcəli bir qüvvət kimi göstərir. Düzdür? Hə? Roma papası. Amma Janna d'Arc əslində bu tendensiyanı əleyhinə çevirdi. Yəni, bu fikir əleyhinə çevirdi. Niyə? Çünki Janna d'Arc sübut elədi ki, yox, əgər burada sənin kişi və ya qadın olmaqda heç bir rol oynamır. Əsas olan bilik və bacarıqlarındır, sənin ağıllı olmağındır. Başa düşdünüz? Əgər sən ağıllı davranırsansa, düşmənə qarşı qalib gələ bilərsən. Janna d'Arc ilk dəfə bunu sübut elədi. Çünki Orlean ətrafında qələbə qazanmaqla. Və illər ki, bu müharibəni kişi komandalar aparırdı və bir qadın gəlir ilk dəfə hərbi uğur qazanır. Xəzəməncə yoxdur. Və ona görə də bu katolik kilsəsinin təlimini bir növ səhv çıxarması idi. Ona görə də bunu uşaqlar cadügərlikdə ittiham etdilər. Cadügər, güya bu şeytanın qızıymış. Və bunun əfsanəvi bir şey var imiş, gücü var imiş. Ona görə bu hərbi uğur qazana bilər. Yoxsa uğur qazana bilməz imiş. Roma papası və katolik kilsəsi insanların yanına bu yoluna şey edirdi, güya təbrik edirdi. Başa düşdünüz? Janna d'Arc'ın uğurunu, necə? İnsanlar nə qədər yəni avasız oldu. Yox, insanlar inanmırlar. Əksinə Janna d'Arc'ın öldürülməsindən sonra Fransız xalqı ayağa qalxır. Roma papasının üstünə. Yox, İngilislərin üstünə. Hamı düşünür ki, Janna d'Arc bir qələbəyə ümid yaratmışdı bütün Fransız xalqında. Roma papası, yəni ki, prezident kimi bir şeydir də. Yəni, dini rəhbər, hə. Hətta yəni, belə deyim də, dalbadal gəlirlər də. Bölür o. Hər dəfə Roma papası dünyasını dəyişdirsə, başqa bir Roma papası mövzuanat. Son Roma papası kimi olubdu. İndi də var Roma papası, bilirsən ki. Hə, indi yaxşı olanda amma, yəni bu dəqiqə Roma papası Avropada yaxşı bir şəxs kimi. Deyəsən, o dövrə baxma. İndi Roma papası birləşdirir. Müqəddəsdir. Deməli, uşaqlar, 1453-cü ildə müharibə başa çatır.
Yekun sülh müqaviləsi bağlanır 1453-cü ildə. Yekun sülh müqaviləsində Fransa qalib gəlir. Təsəvvür edin, Fransa Orleana qədər ucuzurdu 1429-a qədər. Orleana mühasirəsindən sonra Fransa həmişə qalib gəldi. Və yekun olaraq 1453-cü ildə müharibə Fransa qələbəsinə başlayacaqdı. Uşaqlar. 100 illik müharibədə Fransa qalib gəldi. 100 illik müharibədə Fransa qalib gəldi və 100 illik müharibədə Fransanın qələbəsinə başlayacaqdı. Fransa bu müharibədən qələbə ilə ayrıldı. Yekun olaraq Fransa bu müharibədən qələbə ilə ayrıldı. Birdən-birə gördünüz, o Jean-D'Arc'dan sonra Fransa kim süqut elədilər? Fransa indi də var, yollar. Yox, yəni qədim Fransanı. Dağılmır, tələsmə. Və əksinə Fransa qalib gəldi, işğal edilmiş torpaqların hamısını Dünya azad müharibələrində Yəni o gündən bu günə kimi hələ də davam edir. Halal olsun. Kale limanı, bir dənə belə bir liman var uşaqlar, Kale limanı. İngilislərdə qalır. Bir dənə bu İngilislərdə qalıb, bu ərazisini qaytara bilmədi. Amma qalan işğal edilmiş bütün ərazilərini Fransada Hər ikisinin təsərrüfatı dağıldı. O heç təsərrüfat dağılır, insan itkiləri Dilləri başlayır. məncə səhv eləmirəmsə oxşardır da ingilislərlə. Xristianlar, katolikdir ikisi də. Dil olaraq da. Din olaraq Dil belə yox, xristian. dil. Yəni Dil? danışıq olaraq da, yəni. Yox, ayol o. Məncə İngilis oxşardır fransız. biraz oxşardır məncə. Yox əslində. Çünki o vaxtı fransız dilini Azərbaycanda keçirdilər də səhv eləmirəmsə. Uzaq, o vaxt onu keçirlər, hə, indi də Yəni bəlkə çünki dili də əvvəlki insanlar dili danışırlar ki, nə olar ki, yəni ingilis dilindən fransız dili oxşuyur.